Jurnalist İlqar Mikayıloğlu'nun Türkiyəli həmkarı Fulya Öztürk haqqında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, Öztürkün müharibə zonasındakı fəaliyyətini tənqid edərək, bunun real xəbərçilik deyil, şou xarakteri daşıdığını iddia edib. Qlobal İnfoza danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələskərli bildirib ki, məlumat toplamaq və yaymağın standartları qanunla müəyyən edilir. O qeyd edib ki, Fulya Öztürkün də özünə məxsus ritorikası, üslubu var. Stat. O, Vətən müharibəsi dövründə kifayət qədər aktiv fəaliyyət göstərdi, ən qaynar nöqtələrdə oldu və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında rol aldı. O, xəbərlərə hansı vasitələrdən istifadə edərək çatıb, əldə etdiyi xəbərləri öz auditoriyasına hansı üslubda çatdırıb. Bu, Fulya xanımın öz işidir və onun çalışdığı redaksiya siyasətindən asılıdır. Müharibə zonasında jurnalist fəaliyyətinin qiymətləndirilməsi həmişə həssas və mürəkkəb məsələ olub. Belə şəraitdə xəbər toplamaq və yaymaq yalnız informasiya verməkdən ibarət deyil, həm də etik, hüquqi və təhlükəsizlik aspektlərini nəzərə almağı tələb edir. Qaynar nöqtələrdə fəaliyyət göstərən jurnalistlər həm məlumatın dəqiqliyinə diqqət etməlidirlər, həm də özlərinin təhlükəsizliklərini qorumağı bacarmalıdırlar. İşin gedişində jurnalistlər və media qurumları öz redaksiya siyasətlərinə və üslublarına uyğun manevrlər edə bilərlər. Əsas məqam həmin üslub və manevrlərin qanunvericiliyə və etik kodeksin prinsiplərinə zidd olmamasıdır. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.